Heç vaxt anlamadım ki, bir insan necə bu qədər səbirli ola bilər. Səninlə tanış olmazdan əvvəl elə bilirdim ki, sən sözün əsl mənasında bir dəlisən. Amma səni tanıdıqdan sonra anladım ki, yox, sən həqiqətən də məcnunsan. Axı sən özündə həmişə deyirsən, sənin etdiklərin dəlilikdən o tərəfə keçib və məcnun, eşq dəliliyi həddinə çatıb. Düz də deyirsən, yalnız bir məcnun sevdiyi şeyə görə bütün dünyanın qarşısında dayana bilər. Amma öz sözünün üstündən keçməz. Amma indi və bu məktubda sənin gözəl sözlərini özünə qaytarmaq istəmirəm. Sadəcə sənə bir hekayə danışmaq istəyirəm. Elə həmin qızın hekayəsini ki, sən onun özün kimi birinə aşiq olmasına səbəb oldun. Bəlkə öz-özünə deyəsən, bu qız dəli idi, daha da dəli oldu. Axı hansı ağıllı adam məktub yazır? Amma məktubun əvvəlində, salam, necəsiz, mən yaxşıyam demir. Ümumiyyətlə, hansı ağıllı adam bu dövrdə kiməsə məktub yazır? Özü də sənə ki, biz hər Allahın günü bir-birimizlə yazışırıq. Amma sənə demişdim ki, bir gün səni elə təəccübləndirəcəyəm ki, haradan vurduğumu anlamayacaqsan. Elə bu dəqiqə, elə sənin mənim həyatıma gəlişinlə məni heyrətləndirdiyin kimi. Mən də haradan vurduğunu anlamadım. Birdən gördüm ki, sənə bənzəyirəm. Mən də sənin kimi aşiq oluram. Kənardan baxan elə bilər ki, mən Yusif Peyğəmbər kimi gözəl bir oğlandan danışıram ki, aləm ona aşiq olurdu və onu görəndə əllərini kəsirdilər. Amma sən və mən yaxşı bilirik ki, bizim hekayəmiz Yusifin hekayəsindən də heyrətamizdir. Hər şey o gündən başladı ki, ədəbiyyat dərsində xanım Fərəhmənd içəri girdi və o özünə məxsus Harry Potter eynəyi ilə dedi: "Bugün yarışımız var, qələm və kağızlar hazır olsun." Mən də o gün çox keyfsiz idim və beynimdə sanki 3-cü Dünya müharibəsi gedirdi. Amma gözlərim parladı. Mən xanım Fərəhməndin yarışlarını həmişə çox sevmişəm. Düşünürəm ki, bu 11 illik məktəb həyatımda o mənim ünsiyyət qura bildiyim yeganə din müəllimi idi. Elə onun qələm və kağızınız hazır olsun deməsi möhtəşəm bir macəranın qığılcımı idi. Amma heç vaxt ağlıma gəlməzdi ki, bu macəranın sonu Nərgiz Rafi ilə dostluğa gəlib çıxacaq. Nərgiz Rafi, məktəbin o Hacı xanım qızı. O qız ki, məktəbdə bir tel saçı belə görünməzdi. Amanın günüdür, müəllimlər görməsin. Nahar fasiləsində qarnını düşünməyən, namaza gedən yeganə adam idi. Öz-özümə düşünürdüm ki, axı bu qız bu qədər dindarlığı və imanı ilə niyə gəlib təcrübi elmlər, təbiət elmləri sahəsində oxuyur? Getsəydi dini mədrəsəyə, özü üçün rahat olardı da, üstəlik o qədər də tənə və kinayə eşitməzdi. Məsələn, əgər kimsə mənə qara qarğa desəydi, mən ona gülümsəyib, hər kəs başqaları üçün ləqəb qoya bilər, amma mən qəfəsdə qanaraya olmaqdansa, azad qarğa olmağı üstün tuturam demək əvəzinə, bəlkə də ağlayardım, qışqırardım və saçlarını yolardım. Amma sən nə idin axı? O daimi təbəssümünlə ki, heç vaxt dodağından əskik olmazdı. Sanki heç kimdən nə bir hörmətsizlik görürdün, nə də sənə qarşı edilən səhv bir davranışı hiss edirdin. 1-ci rübün ortalaması gələndə məktəbin birincisi oldun. Axı təcrübi elmlər sahəsində kimin ortalaması bu qədər yüksək ola bilər? Özü də o vaxt ki, uşaqlar ona geridə qalmış deyirdilər. Xülasə, deyirdim axı, xanım Fərəhmənd. Onun tapşırıqları və o maraqlı şəxsiyyəti. Mən elə bilirdim ki, bugün 7-ci dərs oxuyacağıq. Ayə belə idi. Şübhəsiz Rəbbimiz Allahdır deyib, sonra da bu yolda möhkəm duran kəslərə ölüm ayağında mələklər nazil olub deyərlər: qorxmayın və kədərlənməyin. Ayənin tərcüməsini oxuyanda qeyri-ixtiyari olaraq sifətimdə bir təəccüb ifadəsi yarandı. Yəni necə? Həqiqətən o kəslər ki, Rəbbimiz Allahdır dedilər və sonra müqavimət göstərdilər, mələklər onlara nazil olar ki, qorxmayın və kədərlənməyin. Yaxşı, biz nə qədər məktəbli uşaq olsaq da Allahı qəbul edirik. Amma ayə deyir ki, təkcə iddia etmək kifayət deyil. Gərək bu sözün üstündə möhkəm durasan. Yəni tam olaraq nə? Bəlkə də bu bəzi yerlərdə Allahın yolundan sapmağımıza və vaxt itirməyimizə baxmayaraq, getdiyimiz yolun çətinlikləri qarşısında göstərdiyimiz o gözəl dözümə işarədir. Maraqlıdır. Sanki Cəbrail bu ayəni məhz elə mənim üçün nazil etmişdi. Tam olaraq mənim o tərəddüdlü halımı deyir. Bir gün bu tərəfə meyillənirəm, bir gün o tərəfə. Mən elə bu fikirlərdə idim ki,
Birdən xanım Fərəhmənd sinifdəki kürsünün üzərinə çıxdı və dedi: "Bugünkü tapşırığınız budur ki, hər biriniz həyatınızda tanıdığınız ən cəsur insanı bizə təqdim edəsiz. Amma elə belə, adi bir təqdimat olmasın. Bu təqdimat nə qədər fərqli və cəsarətli olsa, tanıdığınız o insanı o qədər dərindən təsvir etsəniz, xalınız da bir o qədər yüksək olacaq. Ən yüksək xalı mükafatı isə La Liqa səviyyəsində çox nəfis bir hədiyyədir." Nəfis bir hədiyyə, yadındadır, xanım Fərəhmənd nəfis hədiyyə deyəndə, deməli həqiqətən ortada ciddi bir şey var idi. Təlaşa düşdüm. Həyatımdakı cəsur insanları axtarmağa başladım. Amma məncə heç kim o nəfis hədiyyəyə layiq olacaq qədər cəsur deyildi. Bəlkə də səhvim onda idi ki, məqsədim hədiyyə idi. Rüstəm haqqında yazım, yoxsa Kir, Kuruş haqqında. Bəlkə də hamısından daha cəsur olan Qaliley idi ki, 2 dəfə yer kürədir deməyə cürət etmişdi. Əslində, zehnimin əsas problemi elə bu idi. Niyə bütün cəsarət nümunələri ağlıma ancaq kişilər şəklində gəlirdi? Yəni mənim dünyada tanıdığım 2 dənə cəsur qadın yoxdur, zehnim pis dərəcədə tıxanmışdı. Xülasə, başını ağrıtmayım. Nə qədər axtardımsa, zehnimin bütün güc bucağını ələk-vələk etdimsə də, axırda bu qədər cəsur birini tapa bilmədim. Bütün uşaqlar divara, qapıya baxıb, öz həyatlarında cəsur bir adam axtarmaqla sərgərdan qalmışdılar. Axı bizim zehnimizdəki cəsur personajların çoxu qəhrəmanlıq və xof dolu obrazlardır. Filmlərdən, romanlardan və ya cizgi filmlərindən gördüyümüz personajlar. Hollywood rejissorlarının xəyal məhsulu olan o qəhrəmanlar xanım Fərəhməndin sualına cavab ola bilməzdi. Heç kim düzəmənli bir nəticə tapa bilmirdi. Biri istisna olmaqla, o da kim olsa yaxşıdır, sən. Hamımız mat-məəttəl qalmışdıq ki, yəni sən kim haqqında yazırsan ki, bir anlıqda olsa qələmi yerə qoymursan. Hələ deyək ki, layiq bir personaj tapmısan. Axı onu necə ən qəribə şəkildə təqdim edə bilərsən? Məni yavaş-yavaş yuxu aparırdı. Və sən xanım Fərəhməndin gözlərinin içinə dik baxırdın. Xanım Fərəhmənd sanki deyirdi: "Yaz da qızım, niyə əlin qolun bağlı qalmısan?" Amma mən nə bilirdimsə, hamısı zehnimdən uçub getmişdi. Ta o ana qədər ki, sən qəfildən yerindən sıçradın və az qala çığıraraq dedin: "Mən bitirdim xanım." Sənin bu qəfil qışqırığından bütün sinif yerində dik atıldı və hamının gözləri bərəldi. Məryəm zarafatla dedi: "Allah sənə rəhmət eləsin, yəni qorxudan öldük." Xanım Fərəhmənd sənin səsini eşidəndə gözləri parladı. Bir anlıq düşündüm ki, bəlkə bu məsələ əvvəlcədən razılaşdırılıb və xanım mövzunu sənə əvvəlcədən deyib. Amma biraz sonra anladım ki, yox, bu nə xanım Fərəhməndin işidir, nə də başqasının. Aramızda 4 masa məsafə olmasına baxmayaraq, eşitdim ki, dedin Bismillahirrahmanirrahim və bir neçə nəfərin pıçıltılı gülüşü eşidildi. Sinifin qarşısında dayandın və o həmişəki təbəssümünlə gözlərimizin içinə baxıb dedin: "Şücaət, cəsarət." Sənin tonun çox qəribə idi, amma sakit idi. Sanki bu qədər səbirli və sakit olmağına səbəb olan o kimsə haqqında danışmağa hazırlaşırdın. Cümlələri tam dəqiq xatırlamıram, amma sən çox qorxulu bir vəziyyəti gözəl bir şəkildə təsvir edirdin. Hər yeri qırmızılıq bürümüşdü, göz gözü görmürdü. Toz torpaq qan qoxusu ilə qarışmışdı. Ortada susuz bir səhra və otlar bürümüş çadırlar. 3 gündür su içməyən, bədənində taqət qalmayan, amma dik duran biri var. Gözləri qulağımıza mətanət pıçıldayır. Diz çökməyib, beli bükülməyib, qardaşının parça-parça olmuş bədəni üzərində sərvin boyu kimi ucalıb, deyir: "Qardaşım." Aramızda qalsın, qız uşağıdır və qardaş məhəbbəti, dərin və könül oxşayan gülüşləri qardaşı idi. Bu qız da istisna deyildi, canı qardaşına bağlı idi, qəlbi qardaşı idi, ruhu qardaşı idi, varlığı bənd-bənd qardaşı idi. Vaxtı ilə ona elçilər gələndə qızıl, mülkiyyət və müxtəlif haqlar şərt kəsilməsini gözləyirdilər. Amma o cəmi bir cümlə dedi: "Məni qardaşımdan ayırmayın." Hər kəs bilirdi ki, o bircə kəlmə qardaş deyəndə canından can gedirdi. Bir an belə qardaş eşqi olmadan dözə bilməzdi. Sən bunları deyərkən mən heç vaxt yadımdan çıxarmaram. Xəyalımda haralara getmədim ki. Qardaşımı toyunda bəy kürsüsündə təsəvvür etdim. Onun üçün baldızlıq etdiyimi, bacı-qardaş oyunlarını xatırladım. İlk dəfə öz elçilik mərasimimdə
onun verəcəyi reaksiyanı düşündüm. Öz dünyamda idim ki, birdən vəziyyət dəyişdi. Sənin səsin o mehriban və həvəsli tondan yorğun və ciddi bir tona keçdi. Bu sənin üzündəki təbəssümün yoxa çıxdığını gördüyüm ilk an idi. Amma bu dövran belə dönmür, hə? Bir gün gəlir ki, deyir, qardaş, amma qardaşın canı yoxdur ki, bacısına cavab versin. Təkcə bəhanəsi sağ olmaq olan o cansız bədən qarşısında, başsız, parça-parça olmuş bir bədənlə. Məgər tarixdə elə bir kimsə varmı ki, bir gün və cəmi bir neçə saat ərzində həyatının ən əzizlərindən 18 nəfəri itirsin, 2 oğlunun parça-parça olmasını öz gözləri ilə görsün, 2 oğlu qan içində boğulsun. Görür ki, qardaşlarını, qardaşı uşaqlarını, hamısını birdən ondan alıblar və onu diz çöktürə bilmirlər. Amma o hələ də ayaqdadır. Bu arada başqa bir böyük qardaş dağı, İmam Hüseyin onun ürəyini başqa cür yandırır. Sədalar kallaşıb, uşaqların çığırtısı və anaların fəryadı onların qəribliyini göstərir. Ciyər parəsi üçün yas tutmağa belə vaxt yoxdur. Əlinin bircə çarəsi var. O da bayrağı, ələmi qaldırmaqdır. Oğulları, qardaşları, qardaş uşaqları, heç kim qalmayıb. Amma o yenə də ayaqdadır. O 18 nəfərdən ki, sənin namusun idilər. Heç kim qalmayıb. Amma ailə üzvlərinə yas tutmağa vaxtın yoxdur. Düşmən çadırlara tərəf hücum edir və balaca qızların ümidi sənədir. Sən qardaşından sonra bayrağı əlinə alıb, həqiqəti müdafiə etmək üçün ayağa qalxmısan. Əslində, rəsmiyyət də elə budur. Sənin sükutun, yəni həqiqətin ölümü deməkdir. Elə isə fəryad qoparıb, bu insafsız dünyanın üzünə həqiqətin səsini hayqır. Sən göstərdin ki, sənin Allah deməyin hər kəsdən fərqlidir. Sən Qur'anın bu ayəsinin canlı təfsiri idin. Şübhəsiz, Rəbbimiz Allahdır deyib, sonra da bu yolda möhkəm duran kəslərə ölüm ayağında mələklər nazil olub deyərlər. Qorxmayın və kədərlənməyin. O kəslər ki, Rəbbimiz Allahdır dedilər, sözlərinin üstündə durdular və müqavimət göstərdilər. Eynilə sənin o mətanətin kimi, xanım. Nərgiz, sən hələ də danışırdın və mən ağzı açıq heyrət içində sənə baxırdım. Sanki mənim zehnimdəki sualı eşitmiş kimi sözünə davam etdin. Mən Zeynəb haqqında danışıram. O Zeynəb ki, əzizlərinin qatili ilə üz-üzə gələndə o qədər qan, acı və əziyyətin içində qardaşının bayrağını qaldırıb dedi: "Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim." Həzrəti Zeynəb salamullah, Yezidin İmam Hüseyn əleyhissalamı və yoldaşlarının şəhid edilməsi ilə bağlı ona kinayə vurmasına cavab olaraq buyurmuşdur: "Mən gözəllikdən başqa bir şey görmədim." Gözəlliklər bəzən insanın zahiri gözü ilə görünmür. Zeynəb, sən şücaət sözünün tam qarşılığısan. Ey şücaətin ən saf nümunəsi. Necə ola bilər ki, bir qız bu qədər güclü olsun? Cavab aydındır. Xanım Zeynəb salamullahın məktəbinin şagirdi olanda, sən bunları dedikcə sanki başımdan tüstü çıxırdı. Sənin o sükutunun və daimi təbəssümünün səbəbi deməli bu imiş. Belə bir nümunən olduğu üçünmüş. Sən həqiqətən də nəfis bir mükafat almağa layiq idin. Sənin bu təsvirlərinlə Nobel və Oscar belə o xanım üçün azdır. Sənin çıxışın bitən kimi hamımız qeyri-ixtiyarı əl çalmağa başladıq. Ağzı açıq və heyrətdən bərəlmiş gözlərlə. Xanım Fərəhmənd cani dildən sənə əl çalırdı. O qədər səmimi gülümsəyirdi ki, yanağındakı batıqlar görünürdü. Dedi: "Məndən sənə 10 yox, qızım, maşallah bu seçiminə və qələminə." Hər kəs əl çalırdı. Hətta həyat tərzi başqalarına söz atmaq və ələ salmaq olanlar belə. Amma hamımız yaxşı bilirdik ki, bu alqışlar sənin üçün deyildi. Bu alqışlar yenicə tanış olduğun o kəs üçün idi. Zeynəb. Yadındadır, tənəffüs zəngi vurulan kimi qaçıb yanına gəldim və qışqıraraq dedim: "Zeynəb, Zeynəb kimdir?" Sən o həmişəki təbəssümünlə mənə baxdın. Dəftərçəni mənə uzatdın və dedin: "Sadəcə qaytararsan." Dəftərçəndəki qeydlər, inşaların, kitabxanadakı kitablar, artıq məcnunluq, şücaət və səbirli olmaq üçün bütün şərait yaranmışdı. Ağlamamaq üçün artıq heç bir bəhanə tapmırdım. Nərgiz,
Ömrümün sonuna qədər səndən minnətdaram ki, mənə xanım Zeynəb Salamullah kimi bir nümunəni tanıtdın ki, mən də ona aşiq olum. Səbrin və şücaətin üçün çox sağ ol. Tam olaraq öz nümunən kimi. Mənim nümunəm, bizim nümunəmiz. Və nə qədər gözəldir ki, qara qarğa ifadəsi ilə üzləşəndə gülümsəyib deyəsən. Mən qəfəsdə qanarya olmaqdansa, azad bir qarğa olmağı üstün tuturam. Kaş gözlərimizdəki o dumanlı eynəkləri çıxarıb ata bilsəydik ki, dünyanı ağ-qara və gözəllikləri isə qara görməyək. Nə xoş o kəslərin halına ki, dünyanı dumanlı, eynəksiz, təmiz gözlə görürlər.